Herkese salam. Bugün Temu kargosu açacağım. Əslində bu kargomda həmişə olduğu kimi bir neçə hissəyə bölünmüş halda gəldi və hələ də gəlməyən kargolarım var. Amma bunun içində oğluma aldığım bir oyuncaq var və ona oyuncaq aldığımı dediyim üçün hər gün soruşur bağçadan gələndən sonra kurye gətirdim oyuncağımı. Yox deyəndə də çox üzülür, çox ağlayır. Ona görə bunu həmən açıb ona bugün oyuncağımı verməliyəm deyə bugün bunu açacağım. Əslində çox da balaca deyil, yəni bir video olacaq qədər bir paketdir. İndi isə çox vaxt itirmədən Penguinli kargo bıçağımdan açıram. Aslında bir dənə mikrofon aldım. Bu dəfə profesyonel bir şey aldım. Orijinal markadan aldım. Ama bu kargonun içində deyil və onun gəlməyini çox istəyirəm. Bu arada son zamanlar Temu'da bir çox belə böyük markaların rəsmi səhifələrini kəşf edirəm və buna görə də Temu biraz gözümdə yüksəlir. Ona görə sevməyə başladım. Onsuz da aldığım heç bir şey indiyənə qədər keyfiyyətsiz çıxmayıb. Çünki çox yaxşı araşdırıram, çox yaxşı baxıram. Və təbii ki, həmişə də material sifariş verdiyim üçün mənə sərf edilir. Deməli, ilk əvvəl 2 paket hətta həmişə aldığım bu materiallardan aldım. Bunlar çıngıraqlar üçün olan halqalardır. Hatta paketi cırılıbdır. Bunlar demək olar ki, 20 dənədir hər paketdə. 7 cm diametrli halqalardır. Hər paketdə dediyim ki 20 dənə var. Və toplamda 2 paket aldım, 4 dənə. Məni yenə bir müddət idarə edəcəyini düşünürəm. Bu halqaları və çıngıraq üçün olan plastikləri, bəzi muncuqları falan hamısını artıq Temu'dan alırım. Çünki zaten buradakı mağazaların hamısına da Çindən gəldiyi üçün niyə də yox. Hətta içinə tökülübdür. Növbəti belə bir taxta gül formasında muncuqlardır. Bunun ulduz formasında və ürək formasında olanını istifadə edirəm. Amma bu dəfə belə gül formasında da almaq istədim. Əmcək zincirləri üçün. Baxın. Əmcək zincirləri üçün belələrini çox istifadə edirəm. Ona görə. Bu arada videonun keyfiyyəti çox yaxşı görünmür. Çünki evin içində həqiqi yaxşı işıq yoxdur. Amma yenə də bu videoyu tez çəkib paylaşmaq istədim. Bunun içində də 50 dənə var. Bu arada bugün Aprelin 3'üdür və hava çox gözəldir. Çox gözəl hava var idi və dostumla getdik, gözəl piknik elədik. Oturduq, uzun söhbətlər elədik, çox gözəl keçdi. Növbəti səsindən də bəllidir, bunlar çıngıraq halqası ola bilər. Video çəkəndə də kamerayı düzgün qoymadığım üçün daha profesyonel bir çəkim etmirəm. Amma çox ürəyim sıxılır, yəni o kamerayı düzəlt, çox şey olsun. Biraz da təbliğlik lazımdır. Baxın. Bunun içində də 20 ədəd var. Baxın belədir. Əslində səhv eləmirəmsə bundan yenə almışdım. Və baxacağım. Buradakı yenə belə taxta muncuqlar, bunlar ürək formasındadır. Bunun da içində 50 dənə var. Baxın belə. Bunlar da əmcək zincirlərində çox istifadə edirəm. Sıradakı belə bir stolun falan üstünü təmizləmək üçün bezdir. Bunları mamam üçün aldım. Mamam həmişə deyir, hani bunu taxırsınız rulona və belə qopardırsınız. Yəni peçete kimi bir şeydir amma parçadan olan bir şeydir. Yəni ki polyesterdir. Üstündə yazıldığına görə bu Türk malıdır. Türkiyədən belə Çinə gedib Çindən də başqa yerlərə satılmağa. Amma burasına da Made in Çin yazıb. Anlamadım. Neyse. Deməli bunun içində səhv eləmirəmsə 20 yarpaq olmalı. Yəni 20 dənə belə qopardırsınız. Amma qiyməti normal idi. Yəni bəlkə də deyildi, xatırlamıram. Bunu hətta açsam mı? Açmasam mı? Açın. Madem video çekerek göstermişken tam göstererek. Ha burası bantlı zaten. Bakın ama incedir bu. Çok incedir. İncedir yəqin ki 1-2 dəfəlikdir. Çok uzun müddət işlənməz. Burasında da baxın belə qopan hissəsi var. Neyse. İstəyim. Bu belə bir şey. Bunu məncə çox adam görmüş ola bilər. Amma mən də indiyənə kimi heç almadım bundan. Bu şkafın iç kapağına bunu yapıştırırsınız. Bakın burada yapışkanı. Qopur. Böyle içine salafanları yığmaq üçün. Burasında cırt-cırt var. Ve bunun da bir tarafı cırt-cırtdır, bir tarafı da belə kleyli yapışkandır. Bunu şkafa yapıştırıp sonra bunu da yəqin ki belə yapışdırılır. Ve bunun içine salafan paketləri qoymaq üçün. Mən əslində oraya konteyner asmışam. Amma bu daha az yer tutar deyə düşündüm və almaq istədim. Həmişə də qarşıma çıxırdı. Tamam dedim, alım. Bir şans verim. Növbəti belə bir eşarp almışam. Biraz böyük görsəniz. %100 polyesterdi ama olsun. Son zamanlar belə renkli eşarplara həvəsim artır. Polyesterdi ama daha çok belə atlas kimi durur. Yani o hissi verir insana. Bakın belədir. Çok büyük değil ama çok balaca da değil. 100% polyester, Çin malı falan filan. Bakın belə. Mesela bura şalların üstüne belə yandan da bağlamaq olar. Veya
Belə də etmək olar məncə. Dur, sürçür. Baxın. Ya da bunu mən normalda belə bağlamağı sevirəm. Belə bağlamağı sevirəm əslində. Baxın. Qəşəngdir. Yuyulanda da xarab olmayacaq. Yəni ki, incə deyil, keyfiyyətsiz bir şey deyil. Əlini vuranda dediyim kimi atlas kimi bir his verir. Ki, belə bir şey. Bu yəqin ki, oyuncaq ola bilər. Belə açın. Oyuncaqdır. Oğluma belə magnet blokları aldım. Bu 100 dənəlikdir. Əslində 100 dənəlik paketdir. Sadəcə magnetlər boyu balacadır. Bunu da aldıktan sonra yorumlarda falan baxdım. Amma magnet şeyi çox güclüdür. Yəni magneti bir-birini tutmağı güclüdür. Baxın. 100 dənə də dediyim kimi, hətta mən baxın səpliklə 2 dənə almışam bunu. Sonradan bunu gördüm. Hətta eynisindən, yəni 2 dənə aldığımı yəqin ki, diqqət eləməmişəm və 2 dənə atmışam sədəfə. 100 dənə də dediyim kimi, sadəcə boyu biraz balacadır, amma yaxşıdır və hər evdə, hər uşağın lazım olan bir oyuncaqdır məncə bu. Çünki inkişaf etdirici oyuncaqlar da almağa çalışıram. Kitablar da çoxdur hətta. Nəysə, bu da belə yəni. İkinci bir oyuncaq belə bir şeydir. Baxın, bunu da çox görmüş ola bilər sistemdə. Magnetli lövhə kimi bir şeydir. Bu da lövhə kimi bir şeydir. Burada qələmi var. Bunun içində magnet var yəqin ki. Və tərs tutmuşam. Belə bir şeydir. Və buradakı qarışıq muncuqları bu eyni rənglərin içinə çıxardırsınız. Baxın, gəlir. Bunda ola bilsin magnet var. Və belə düz tutan da ki, daha çox gələ bilər. Baxın, gəlir və buraya. Növbəti bir ürün. Özümə saç üçün scrunchlar aldım. Bir neçə çeşid almaq istədim ki, belə baxıram amma çox da elə möhkəm deyil. Yüngül vari tuta bilər. Bunlar atlas materialındadır. Bunlar əslində özüm də tikə bilərəm, amma zaten ucuz idi yəni ki, 5 dənəsi 2 lari minə belə bir şey idi, yəni çox da baha deyildi. Və fərqli rənglərdə olsun istədim. Özüm üçün bu aralarda saç aksesuarları falan belə çoxlu kolleksiyam olsun. Kolleksiya dedim, yəni istifadə etdiyim şeylər, daha çox istifadə edəcəyim şeylər. Baxın, belə bir şey. Belə, bəyəndim bunu da. Yəni, normal dikilidir. Sadəcə içinin rezini çox geniş deyil. 2 dəfə bəlkə bağlaya bilərəm belə. Və bağlayanda da çox belə qabarıq durmayacaq. Biraz pufuduk durmağını istəyərdim. Belə incə durur. Amma yenə də iş görəcək. Sırada belə bir şey var. Bu yoldaşımındır. İşdən əlaqəli bir şeydir. Heç açmayacağım belə. Yine bir sürü saç aksesuarları, scrunchlar. Ama bak belə deyim şəkildə çox pufuduk durur. Bu da çox incə. Bu belə, yəni bu məsələn az əvvəl göstərdiklərim bunun boyunda olmalıydı. Bu da ekstra böyük olmalıydı. Amma pis deyil. Topuzun ətrafına keçirilə bilər. Ay, hələ bu çox gözəldir. Dikiş səhvlikləri də yoxdur. Yəni heç amatörcə durmur. Sadəcə biraz böyüklüyünə. Temunun da problemi budur. Orada görünən hər şey çox böyük görsənir. Neyse, bunları yuyarım mən bir dəfə. Çox böyük görsənir, amma çox böyük olmur. Və belə çiçəklər almışdım. Bunun da içində neçə dənə idi? 5 dənə idi, bilmirəmsə. Baxın. Ay. Bu biraz da penniyə kimi. Şifondu mu? Yox. Qəşəng bir materialı var. Bunu biraz daha bəyəndim sanki. Bilmirəm. Dediyim kimi bunları çox asanlıqla tikə bilirəm. Sadəcə uğraşmaq istəmirəm. Bu aralar heç bir şeylə uğraşmaq istəmirəm. Hər şeyin hazırını istəyirəm. İnşallah keçici bir şey olar. Çünki bir şeylər üretməyi çox sevirəm. Baxın. Bu da çox gözəldir. Hər cür kombinə yaraşacaq stildə var. Və son 2 kargomda saç tacları aldım. Əlimi mən həmişə belə kargolara vuranda, ondan sonra əlimi falan çox fikirli hiss edirəm. Baxın, bu taclardan istəyirdim bu aralar. Fərqli rəng şeylərində aldım. Belə bir dizayndadır. Belə bir açıq mavi dizaynındadır. Qəşəngdir. Bu arada dediyim kimi işçiliyi falan heç də pis deyil. Çox da belə hər yeri təmizdir. Və belə bir tünd göy rəng aldım. Qara kimi durur, amma qara deyil. Tünd göy rəngdir. Və yenə 3 dənə tac
Ay yox, burada 4 dənədir, pardon. Belə bir qara çiçəklidir. Belə qaradır bu. Belə çiçəkli. Bu arada bunun altında bakın, bu plastik olan hissəsində belə bir atlas bir şeylə üstünü bağlayıblar. Dediyim kimi heç bir yerində belə bir ip çıxıntısı falan yoxdur. Və belə bir krem renk. Bu da yenə bir yerə, bir dəvətə falan daha şık olunmalı olan yerlərə gedəndə donla falan taxılacaq bir şeydir yəni daha. İndi mən yaxşı taxmadım. Belə bir şeydir. Bu kargomdakı sifarişlərim bu qədər idi. Sonrakılar da gələndə göstərəcəm, videosunu çəkəcəm. Saçda duruşu belədir. Qətiyyən nə bu hissəsi başı ağırtmır, nə də qalın deyil, yəni incədir. Burayı biraz şişirdə bilərəm. Bilmirəm. Mən çox sevirəm bu stil abadokları. Çox yaraşmır əslində mənə, çünki alnım genişdir və bilmirəm, amma çox sevirəm məni. Rahat hiss elətdirir. Aslında bu stildə tünd renklər daha çox yaraşır, nəinki açıq renklər. Çox heyecanlıyam, çünki gəldi kargomun bir hissəsi də. Bunun içində mikrofon olduğu üçün həqiqətən çox heyecanlıyam. Çünki elə də ucuz bir mikrofon deyil və eksik göndərilməyindən və ya defekti göndərilməyindən qorxuram. Əslində öz qiyməti 200 liradan artıq idi, amma mən bunu 70 və 80 lira arası aldım. O da bəzən Temuda səbətə bir şey qoyursunuz. Ondan sonra bir müddət sonra girirsiniz ki, o səbətdəki şey çox-çox ucuzlayıbdı. Səbətə özəl bir şeylər olur, tam anlamıram. Bu da elə bir şey olmuşdu. Mən də yanına bir neçə şey əlavə edib bunu sifariş verdim. İnşallah ki, yaxşı çıxar. Neysə, çox uzatmadan bunu həmən açmaq istəyirəm. Deməli, bu qutuda oğlum üçün oyuncaqlar. Deməli, belə 287 parçalıq, belə puzzle kimi bir şeydir. Baxın, belə oyuncaqlar düzəldilir. İçində belə aləti var, belə parçacıqları var, şurupları falan var. Yenə şəkildə görünəndən balacadır hissələri. Yəni şəkildə çox böyük görsənir bu şurupları falan. Yəni ki, güya çox böyükdür. Amma təəssüf elə deyil. Artıq buna alışmalıyıq. Bir çox şuruplar, hissələr və belə alətləri var. Parçaları çox balaca olduğu üçün bu hər yerdə itə bilər, ora-bura dağıla bilər. Bunun üçün də ayrı bir qutu almalıyam ki, bunları yaxşı yığa bilsin, hamısını itirmədən. Bu səhv eləmirəmsə mikrofondur. Və 3 dənə ürün var sadəcə burada. Üçüncü də belə hərflər almışdım. Temudan ilk dəfə aldığım hərflərin çox pis olduğunu göstərmişdim. Həqiqi pisidir. Amma bunların yorumlarda baxdım, bu dəfə yaxşı incələdim. Bunların elə də olmadığını gördüm. Bunlar həm böyükdür. Baxın. Neyse, arkadan göstereyim. Bunlar hem büyük hem de ki üstündeki yazıların çok güzel olduğunu gördüm. Bu həqiqətən gözəldir. Bunun içində 500 dənə var. 500 dənə. Mən bunu bir dəfədə belə 500'lü paketi Trendyoldan almışdım. Yəni ilk dəfə oradan almışdım. Bütün hərfləri ayrı paketlərə yığmışdım. Ondan sonra isə bütün yəni bitməyə yaxın olan hərflərimi gedib mağazalardan alıram. O həqiqətən yaxşı olmuşdu. Bu da onun kimi oldu. Ki inşallah bu satıcıda həmişə olar bundan və mən həmişə alaram. Bilmirəm, həqiqətən gördüyüm qədərinin içində hamısı çox gözəldir. Əslində mağazada da alsam həmişə defektlər olur. Üstündə yazıların səhvliklə nəsə silindiyi falan olur. Amma bu həqiqətən gözəldir. Dedim ki, içində 500 dənə var və nəhayət ən heyecanlı hissə. Bu patlatdan sonra bir patlata yenə qoyublar. Bunun həm qara, həm ağ versiyası var idi. Mənim elə dırnaqlarım yoxdur, amma adət yerini bulsun. Original DJI markasıdır. Açmaq üçün şey var. İnşallah ki içində əksiksiz gəlmiş olar. Çünki bəzi yorumlarda... Açdın mı? Açdım, gəl apacağım. Get orada oyna, amma hamısını tökmə, yaxşı? Dağıtmadan oyna. Bu nədir? Kitabı da var, bu mikrofondur. Mən özümə aldım bunu. Mikrofon mu? Mikrofonun içində baxa bilərəm. Tamam, o zaman səssiz olasın, tamam mı? Çünki videoda çəkir. İnşallah ki əksiksiz gəlmiş olar. Çünki bəzi yorumlarda baxırdım ki, bəzi hissələri əksik gəlirmiş içindən. Mikrofon. İçində belə kitapçığı var. Belə bir minik çantası var. Deməli, bir dənə zayetka üçün şunur çıxır. 2 dənə tük. Tüklər nəyə lazımdır? Göstərəcəm.
Baxın. Bir dənə belə rəngdə. Bir dənə də mən ağ rəng sifariş edədiyim üçün belə bir bozunturaq rəngdədir. Ondan sonra mikrofonun zaryatka üçün olan hissəsi. Baxın. Burasına taxıb, buradan da zaryatka şununa taxırıq. Və mikrofonun özü və arxasında belə bir magneti var. Burada göstərdiyi qədərilə Bluetooth-da qoşulur. İçindən isə dediyim kimi bu çıxdı. Bu zaryatkaya qoymaq üçün adaptörü və 2 dənə belə tükü çıxdı. Burada mən aldığım eyni belədir. Bəzilərində amma telefonun arxasına taxılan hissəsi də var idi. Onsuz daha yaxşıdır Bluetooth-la məncə. Mikrofona qoşdum. Təəssüf ki, Bluetooth-la mənim telefonumda dəstəkləmədi. Ona görə telefona taxılan hissəni də sifariş edəcəm. Deməli, mən bunu kuponlarla 70 liraya almışam və aldığım bir neçə məhsul yenə var. Bunlar da gələcək və bəlkə də bu videonun arxasında çəkərəm elə onları. Bu hərflər də bu kargoda idi və bir neçə məhsul. Bu oyuncaqlar da az əvvəl göstərdiklərimdir. Və nəhayət ən son paketim də gəldi. Bunu əvvəlcədən açmışdım. Sürətli göstərəcəm. Keşke hamısı eyni vaxtda gəlsə də hamısını eyni vaxtda göstərə bilsəm. Oğluma belə bir səccadə almışdım. Baxın, belə bir şeydir. Materialı qəşəngdir. Yumuşaq bir material var. Baxın, belə bir şeydir. Ölçüsü də yetəri qədər böyükdür. Yəni, mən özümə belə qıla biləcəyim böyüklükdədir. Mən namaz qılanda o da çox həvəslənib yanımda qılırdı. Mən də daha çox həvəslənsin deyə ona aid bir səccadə almaq istedim. Buralarında da belə saçaqları var. Çox gözəldir. Çox bəyəndim. Növbəti telefonum üçün yenə 3 dənə case aldım. Biri belədir, şəffaf. Kənarları belə rozevi. Özü də belə güllüdür. Belə qəşəng görsənir, şəffaf və bu kənarları da çox keyfiyyətlidir. İçi baxın, bu hissəsi isə silikondur. Digəri belə dizaynlıdır. Bu dizaynlarda son vaxtları çox bəyənirəm. Ona görə almaq istədim və eyni belə case'in fərqli dizaynlarında da var. Hətta bu dəqiqə telefonumda taxdığımda bunun çiçəkli versiyasıdır və çox bəyənirəm. Çünki bu kənar hissələri çox keyfiyyətli olduğu üçün telefon həqiqətən çox qoruyur. Burada da modeli yazır. Və digər bir model. Bu dizaynlara son zamanlar onsuz da çox sevdiyimi demişdim. Və case'in özü də çox qəşəng və möhkəmdir. Belə olanlar çox qəşəngdir, amma sadə rezin kimi olanlar çox tez kirlənir və elə bir ya da 2 case'im var və heç məmnun deyiləm. Növbəti Mişanın kremini aldım, Tananın kremini. Mən 23 nömrə bej olanını aldım. Və yoxladım da hətta dünən. Çox gözəldir. Qoxusu çox gözəldir. Rəngi tam mənim rəngimə uyğundur. Kremsi yumuşaqlığı, baxın. Yəni, indi bunu tam yaymaq lazımdır ki. Tam mənim dəri tipimə uyğundur və çox gözəl əmilir. Bunu çox gülməli bir qiymətə aldım kuponla və istifadə eləyərəm deyə düşünürəm. Çünki mən ağır tananiləri heç sevmirəm. Bu çox qəşəngdir, yüngüldür. Əsas məsələ də mənə görə üzümdə ağırlıq hissi yaratmasın. Növbəti belə bir saç sosisi aldım. Mən əvvəl normal belə uzun sosis olur, 2 ucunda da rezinə bağlayırsınız. Ondan da almışdım, amma o mənə çox praktik gəlmədi. Həmişə saçımdan sürüşürdü. İndi isə bunu yoxlamaq istəyirəm. İçində 4 dənə belə sosis var və ucu bir-birinə belə bağlanır. Yəni belə baxıram, dikişi falan çox keyfiyyətli görsənir. İndi zamanla istifadə etdikcə də görərəm və yoxlayıb da sizinlə videoda paylaşaram bəlkə. Bu hissələri dəmirdir. Dəmir olduğu üçün də bilmirəm, möhkəm görsənir yəni. Və içində də belə bir bonesi var. Bonenin də yenə dikişləri falan qəşəng görsənir. Bu hissəsi atlasdır və bu hissəsi də penyedir. Bunu istifadə etmək üçün səbirsizlənirəm həqiqətən. Biz qadınların yoxlamadığı, sınamadığı heç bir saç şəkilləndirici ola bilməz. Növbəti belə bir korse kimi bir şey aldım. Baxın. Materialı çox gözəldir. Baxın, elastikdir. Dikişləri, parçası, bu hissələrinin dəmiri çox gözəldir. Çox bəyəndim. İndi isə istifadə eləyəndə baxacağım, görüm. Bədəndə duruşu necədir, həqiqətən də sıxırmı? Yəni, hər qadının ən azından ana olduqdan sonra kiçik də olsa bir qarın problemi olur. Təbii ki, idmanla
egzersizlə bunları aradan qaldırmaq mümkündür, amma mənim bunun üçün hələ vaxt deməyək də bu dəqiqə o qədər disiplinli yanaşa bilmirəm özümə. Ona görə bu qurtarıcı olar deyə düşünürəm bir yerə gedəndə. Taq çıx. Başqa rənglər də var idi. Zamanla bəlkə başqa rənglərini də alaram. Növbəti belə bir şey aldım. Bu mənə səyahətlərdə, tətillərdə çox lazımlı bir şeydir. Yəni paketini açacağım. Diqqətli bir şəkildə açım da içindikləri kəsməyim. Baxın, içində belə vakum paketləri var. 40-ın 50-yə. Tam indi xatırlamıram içərisindən 2 dənə idi. Bunu əslində ekrana qoyaram bilgilərini. 40-ın 60-a. 40-ın 60-a da yenə 3 dənə. Və bunun ölçüləri nə idi? Bu da fərqlidir. Bu biraz yenə kiçikdir sanki. Belə. Yenə var hətta içində paketləri. Və belə bir nasosu var. Yəni ki, səyahətdə yanınızda asanlıqla daşıya biləcəyiniz bir paketdir. Və aldığınız bir şeylər ola bilər və ya bavuldakı paltarlarınızı qəşəngcə vakumlayıb daha çox yerdən istifadə etmək üçün çox gözəldir. Mən əslində bunun yoxluğunu bu yay tətilində Türkiyədən iplər alanda çox hiss etdim. Çünki aldığım iplərin həcmi çox böyük idi. Maşında isə həqiqətən belə tıxabasa doldurmuşduq. Ancaq belə bir paketim olsa ən azından bir çoxunu vakumlasaydım, yarı-yarıya qədər endirərdim deyə bu il əvvəldən bir çox şeyi qəşəngcə planlayacağım və əvvəlcədən hazırlıqla girəcəm inşallah. Və keyfiyyətli şeylərə çox az pul verdiyimdən həqiqətən inana bilmirəm. Deməli, növbəti öz işim üçün aldığım materiallardan bu çıngıraq topları. Bunun içində 24 dənə var. Və belə bir hədiyyə kartları. Bunun içində 50 dənə var. Burası cırlıqdır. Baxın, belə dovşanlıdır və çiçəkli. Çox gözəl, çox şirindir. Və burada hər hansı bir şey yazıb sifarişlərin içinə. Müştərilər istəyirsə bəzən kart qoyuram. Və növbəti ürün. Bu hər evə lazımdır. Hər qadına lazımdır. Evli qadına deyək. Bu deməli, yoldaşınız üzünü qırxanda siz tam evi təmizləmişsiniz, hamamı təmizləmişsiniz və bir anda yoldaşınızın ürəyi üzünü qırxmaq istəyir. Yəni yaşamayan yoxdur bəlkə də. Bu tam da onun üçündür. Baxın, belə bir şeydir. Bu hissələrini boynuna taxır və bu iki uc hissəsinin də baxın belə çıxıntıları var. Bura taxıb aynaya vakumla yapışdırmaq üçündür və hər şey bunun içinə tökəcək. Sonra da bunu tutub zibilə tökəcəklər. İnşallah ki, həqiqətən mənim gözlədiyim şeyi qarşılayar. Yoxsa çox məyus olaram. Və ən son sifarişlər. Deməli, saadım üçün bunu göstərim. Baxın, bunu aldım. Saatımın əslində üstündə olan bu idi. Bunu da obasını çıxardıb bunun içine koymuşam. Bu idi, yəni əsl orijinal aldığım zaman üstündə olan qayışları bu idi. Bu isə zamanla, baxın, burada da hiss olunurmu rəngi, baxın, burası yox, buradan sonrakisi belə dəyişməyə başladı. Baxın, bu çox xoşuma gəlməyən bir silikondur. Bəzi telefon keysləri də belə olanda rəngi çox pis olur, dəyişir və heç nə ilə getmir onun rəngi. Bu da yəqin ki, marketingin bir növüdür ki, bunu özləri belə eləyir ki, kirlənsin və insanlar başqasını almaq istəsin. Nəysə, mən də orada araşdırdım və Apple Watch üçün qayışlara baxdım və bu qayışlardan sifariş verdim. Baxın, bu metaldır. Bu hissəsində maqniti var və yapışır. Ölçüsünü sadəcə tam əmin ola bilməmişdim. Çünki mənimki 11-ci seriya 46 mm-dir və orada imenlə 46 mm üçün yazmırdı heç biri. Hətta baxın, bunun üstündə belə 42, 44, 45, 46, hani 46 yazır bunda məsələn. Və bunu da bunun içində göndərmişdilər, dəmir olanı. Qəşəngdir. Çox bəyəndim həqiqətən duruşu, hətta başqa rəngləri də var. Ancaq mənimki rose gold olduğu üçün, mən rəngi buna daha çox yaraşdırdığım üçün bu rəngini aldım. Amma başqa rənglərdə, qara rəng falan da almaq olar. Əslində bu rose gold bir çox rənglə gedəcək bir rəngdir. Baxın, çox qəşəngdir. Yəni beləliklə istədiyiniz qayışı alıb fərqli-fərqli stillərdə taxmaq mümkündür. Ondan əlavə isə birini yenə aldım. Bunu isə açıb yoxlamamışam, yəni üstünə taxmamışam. Olur ya olmur, bilmirəm. Bu da tam mənimkinin özünün materialında, yəni özü necədirsə də o materialda bir silikondur. Ən son sifarişim isə yenə Apple Watch üçün ekran şüşələri almışam. Bir şey gəlibdi. Balaca bir kağız lövhə kimi bir şeydir. Burası açılır mı? Yox. Bu yəqin ki, üstünə qoyub düzəltmək üçündür və belə bir parça gəlib bunu silmək üçün taxdım. Amma yaxşı taxa bilmədim üstündə belə.
Baxın, bütünlüklər qaldı. Hələlik dursun, amma bəlkə ezəcəm və qopardacağım. Çünki tam yaxşı taxa bilmədiyim üçün belə oldu. Sadəcə plyonkada, yəni incə bir skoç kimi düşünün. Bu da yəqin ki, cızılmaqdan qoruyacaq. İdarə edər, amma yaxşı taxa bilsəydim, yaxşı taxa bilmədiyim üçün yaxşı olmadı. Bir sonraki videolar üçün kanalıma abunə olmağı unutmayın. Və videomu bəyənərək də mənə dəstək olmağı unutmayın. Yəni dəstək olsanız çox sevinərəm. Bir sonraki videoda görüşərik. Hələlik.